Nadir Qafarzadə baba olub, maşallah. Baba olub. Ay Nadir, nə gözəl, nə yaxşı. Mən elə bilirdim ki, sən baba olmağı qəbul etməyəcəksən. Yox, mənə baba deməyin, amma görürəm sevə-sevə nəvələrinizi qucağınıza almısınız, paylaşırsınız. Bir paylaşımda nə demişdiniz? Məndən çox nəvələrimin izləyiciləri var, onları daha çox izləyirlər. Ona görə Nadir, nəvələrin kölgəsində nə qədər istəyirsən reklam olur. Şaka yapıram türklər demişkən. Bəli, müğənni Nadir Qafarzadə nəvələri ilə obyektiv qarşısına keçib. Obyektiv, bəli. Təbii ki, istinad edirəm Millaza. Qafar və Nadir ilə olan şəklini Instagram hesabında yayımlayıb. Nəvələrin adının birinin adını Qafar qoyub, birinin adını Nadir qoyub. O paylaşımına dünya sizinlə gözəl qısa şərhini yazıb. Oğlu Loğman, Nadir isə Əvəzizin, deyən Qafar ifaçının oğlu Loğman, Nadir isə Əzizin övladıdır. Allah saxlasın. Dövlətdə dəvə, övladda nəvə. Nəvələrlə bağlı mahnılar da var. Təbii ki, bilmirəm, yoxsa onları da oxuyardım. Allah saxlasın Nadir. Nadir baba, Nadir baba. Allah evladlarını da, səni də qorusun, bol ruzi qazanasın.